Bir daha salam. Bu videoda bugün 9 Mart tarixində keçirilmiş buraxılış imtahanına düşən reading suallarının izahını verəcəm. Bundan əvvəlki videoda qrammatika suallarını artıq izah etmişəm. Listening suallarının da izahı gələcək. Deməli, readingdə baxırıq birinci sualımıza, 23-cü suala. Deyir ki, which statement is true? Doğru fikri soruşur. The clothing of the dancers is dark. Burada deyir, onların paltarı tünd rəngdədir. Tünd rəngdə deyil, mətndə colorful, yəni rəngarəngdir yazılıb. Anı çıxdıq. Sonra, Damal is always performed at sunrise. Həmişə gün çıxanda göstərilir damal rəqsi. Bu da yanlışdır. Çünki mətndə yazılıb in the moonlight. Yəni ay işığında da göstərilə bilər. B-ni çıxdıq. Sonra, damal deməli, combines African and Indian musical traditions, tamamilə doğrudur. Damal rəqsində həm Afrika, həm də Hindistan musiqi ənənələri kombinasiya olunub. Yəni, hər iki mədəniyyət kombinasiya olunub. Doğru cavabımız C bəndidir. Sonra, Damal is a modern type of dance in India. Müasir rəqs növü deyil, orada qeyd olunub 700 ilə yaxın yaşı var. Sonra, dancers try to break coconuts with their hands. Əlləri ilə deyil, mətndə head yazılıb, başları ilə sındırmağa çalışırlar kakosları. Deməli, Y-də yanlışdır. Doğru cavabımız C bəndi. Sonra, 24-də. Təbii ki, aydındır ki, mətnimiz damal rəqsi barəsindədir. Baxaq variantlara. Specific features of African music. Afrika musiqisinin xüsusi xüsusiyyətləri. Bu yanlışdır. Anı çıxdıq. The traditional. Çünki orada sırf Afrika musiqisindən, yəni musiqidən söhbət gedmir, axı rəqsdən söhbət gedir. B-də, the traditional dance of Sidi people tamamilə doğrudur. Sidi əhalisinin, Sidi xalqının ənənəvi rəqsi barəsindədir. Hunting wild animals in Gujarat. Gujaratda vəhşi heyvanların ovlanması tam əlaqəsiz bir şeydir. The dancers costumes at the festival. Festivaldakı rəqqasların kostyumları, yəni paltarları, bu da ayrı bir məsələdir. Gathering harvest from the fields, sahələrdən məhsul yığımı, bu da ayrı mövzudur. Sonra, the Sidi people, yəni Sid xalqı nə edirdi? Baxaq. Refused speaking the Indian language, Hindi dilində danışmaqdan imtina etdilər. Bu yanlışdır, çünki mətndə nə deyirdi? Deyirdi ki, adopted. Baxın, adopted the language and many customs of India. Yəni, Hindistanın həm dilini, həm də digər adət ənənələrini adopt etmişlər, yəni mənimsəmişdilər. Ona görə A yanlışdır. Performed damal after bad hunting. Pis ovçuluqdan sonra damalı göstərdilər, damal rəqsi oynayırdılar, yanlışdır. Mətndə successful hunting yazıb, yəni uğurlu ovçuluqdan sonra. C-yə baxırıq. Have kept some African traditions. Bəzi Afrika ənənələrini saxlayıblar. Bu doğrudur, mətndə bunun barəsində kifayət qədər yazılıb. African rhythms və s. Həm Hindistan var, həm Afrika var, ikisinin kombinasiyasıdır. Doğru cavabımız C variantıdır. Rejected following Indian customs, bu yanlışdır. Burada A bəndini izah edində göstərdim. Hindistanın adət və ənənəsi dilinə adopt ediblər, yəni mənimsəyiblər. Have settled in Gujarat recently. Recently son zamanlarda deməkdir. Gujaratda son dövrlərdə məskunlaşıblar, tamamilə yanlışdır. Mətndə deyir many centuries ago. Çox-çox əsrlər öncə məskunlaşıblar. Doğru cavabımız C bəndi. Sonra 26-da nə deyir? Doğrunu soruşur. Aha. Bu 26-cı sual burada yaxşı görünmür. Buradan baxaq. The past, aha, nə deyir? What sual olan. What do the farmers do when their crop is ready? Yəni, fermerlər onların məhsulu hazır olanda nə edirlər? Mətndə bu crop hissəsi var, elə həmin cümləyə baxmalısınız. Yəni, Allaha təşəkkürlərini bildirirlər və burada yazılıb half circle, yəni yarım dairə şəklində məhsulun ətrafında otururlar. İndi, they pray to God. Bəli, Allaha dua edirlər, biri götürürük. Sonra, they throw a coconut up into the air. Deyir ki, havaya, deməli, kakos atırlar. Bu yanlışdır, bunun həmin o fermerlərin məhsuluna aidiyyatı yoxdur, o ayrı hissədə idi. İkinci çıxdıq. They burn peacock feathers on fire. Lələk yandırırlar alovda, bu da yanlışdır, bu da çünki digər hissədə idi. They bend down in the shape of half ring.
4 tamamilə doğrudur. Half ring mətnin o hissəsində half circle yazıb. Eyni şeydir, circle, ring dairə demək. Yəni yarım dairə formasında əyləşirlər. 1-4 olacaq. Doğru cavabımız B variantı. Bir də baxaq. They pray səs olacaq. Bir də bend down. Aha. B bəndi. Gəldik açıq suallar. Nə deyir? Maintain sözünün sinonim soruşulur. Maintain qoruyub saxlamaq deməkdir. Bu olacaq preserve sözü. Yəni burada birləşdiririk. Birinci sualda doğru cavabımız olacaq preserve. Sonra being the only one of its kind. Yəni öz növünün yeganəsi olmaq. Bu adlanır unique. Unique nədir? Bənzərsiz deməkdir. Burada var həmin söz. Unique. Deməli 28-də olacaq unique. Üçüncü abzasdan istəyir də, bəli. Sonra gəldik 29-cu sualda deyir sözləri dəyişin. Bu hansı cümlədir? Baxın bu cümlədir. During the reign of kings. İndi mən buradan sizə göstərim nəyi dəyişə bilərsiniz. Məsələn, main, source sözdə entertainment, ruler. Bunları necə dəyişə bilərsiniz? Birinci sözümüz, gəlin buradan yazım 29-cu sual. Main sözünün əvəzinə main yaza bilərsiniz nə? Primary, başlıca deməkdir. Primary, başlıca, əsas. Sonra yaza bilərsiniz major, major. Sonra yaza bilərsiniz principal, principal. Aha. Sonra nə yazmaq? Çox sözlər var aslında. Yazmaq olar məsələn key, key də əsas deməkdir. Açar mənası da var amma əsas mənasında gedir. Sonra chief, chief. Aha. Sonra yazmaq essential, essential. Important sözü deyəsən mətndə var, olmasa onu da yazmaq olar. Bu belə, bu main sözdür. Sonra source sözü, source sözünü məncə çox dəyişməyə çalışmayın. Burada yaza bilərsiniz məsələn origin, amma məncə origin tam düz gəlməyəcək. Supplier yazmaq olar, main supplier və ya main provider yazmaq olar. İndi origin yazsaz o da, yəni ki qəbul olunur. Main provider. Provider. Sonra bunu dedik, main dedik, source'u dedik. Sonra nə söz var? Entertainment var idi. Entertainment. Bunu nə ilə əvəzləyə bilərsiniz? Deməli, amusement deyə bilərsiniz. Amusement. Sonra deməli, əyləncəyə biz başqa nə deyirik? Pleasure deyə bilərsiniz. Pleasure. Aha. Sorry. Pleasure. Səhv yazdım deyəsən. Neysə, burada yaxşı yazmır. Pleasure, yəni pleasure sözü. Sonra rulers. Rulers, hökmdar. İndi burada kings yazsaz, bilmirəm nə dərəcədə qəbul edərlər. Daha yaxın sözlər ola bilər. Leaders, yəni sırf king getmir də, ümumiyyətlə hökmdar gedir. Və ya governor demək olar, governors. Sonra authority demək olar, indi authority, yəni vəzifəli şəxslər mənasında. Və sair, yəni burada mümkün variantları yazdım. İndi siz şərhlərdə yazın, başqa variantlar da mümkündür, yəni. Bu belə, sonra gəldik 30-cu sual deyir ki, hansı rəqsi xoşlayırsınız? Xarici rəqslərdən də yaza bilərsiniz, Azərbaycan rəqslərindən də yaza bilərsiniz. Məsələn, yallı haqqında və ya ləzginka haqqında və sair yazma olar. Elə ən ümumi sözlərlə yaza bilərsiniz. Məsələn, deyirsiniz ki, I like yallı the most. It is a very old and traditional Azərbaycani dance. Çox qədim və ənənəvi Azərbaycan rəqsidir. Sonra təsvir edə bilərsiniz. Məsələn, orada deyir, yarım dairə formasında otururlar. Məsələn, mətndə deyir. Deyə bilərsiniz, people hold hands and move together in a circle. İnsanlar əllə tuturlar, bir çevrə boyunca fırlanırlar və s. Düz xətt boyunca da oynayırlar. Deyə bilərsiniz, move together in a circle or in a line, belə demək olar. Sonra, yəni, rəqsi ümumi təsvir edə bilərsiniz. The dance is full of energy, it is powerful, beautiful. Sonda da yaza bilərsiniz ki, it also brings people together and məsələn, makes them happy. Bu rəqs insanlar bir araya gətirir, onları xoşbəxt edir. Novruz bayramından da məsələn, əlavə edə bilərsiniz. Ləzginka da eyni şey, yəni eyni sözlər deyə bilərsiniz. Fast, yəni sürətli bir rəqsdir və s. Xarici rəqslərdən də bildikləriniz varsa, onlar haqqında da yaza bilərsiniz. Belə, izlədiyiniz üçün təşəkkürlər. Listeningi də çalışıb düzgün cavablarını tapıb sizinlə paylaşacağım. İzlədiyiniz üçün təşəkkürlər.